Salam dəyərli həmkarlar, hər birinizi xoş gördük. Bugünkü mövzumuz pedaqoji psixologiyaya aiddir. Pedaqoji psixologiyanın inkişaf tarixi haqqındadır. Bildiyimiz kimi, pedaqoji psixologiya, pedaqogika və psixologiya elmlərinin qovşağında yaranmışdır və təşəkkülü 3 əsas mərhələdən keçmişdir. Birinci mərhələ 17-ci əsrin ortalarından 19-cu əsrin axırlarına qədər, ikinci mərhələ 19-cu əsrin sonundan 20-ci əsrin ortalarına qədər, üçüncü mərhələ isə 20-ci əsrin 50-ci illərindən etibarən başlamışdır. Gəlin öncə birinci mərhələ haqqında qısa bir məlumat verək. Dediyimiz kimi, birinci mərhələ 17-ci əsrin ortalarından 19-cu əsrin axırlarına qədər davam edən bir dövr özündə ehtiva edir. Bu dövr pedaqoji psixologiyada Kamenskinin, Russonun, Pestalozzi'nin, Herbart'ın, Uşinskinin, Kapteyevin ideyaları əsasında formalaşmışdır. Həmin dövrdə Kamenski və Pestalozzi daha çox təhsilin psixoloji aspektlərini araşdırır, Uşinski isə öz əsərlərində şagird və müəllim psixologiyasının öyrənilməsinə daha çox önəm verirdi. Bu dövrdə artıq Uşinski insan tərbiyənin predmenti kimi əsərində insan haqqında bütöv bir konsepsiya təqdim edir, uşağın təlim və tərbiyənin mərkəzində dayanması məsələlərini vurğulayır. İnsan şəxsiyyətinin və psixikasının hərtərəfli öyrənilməsinin zəruriliyini özündə ehtiva edən bir əsər olmuşdur. Pedaqoji psixologiyanın təşəkkül və inkişafında Kapteyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir. Kapteyev və onun tərəfdarları təhsil prosesinə təlim və tərbiyənin məcmusu kimi baxmışdı və ilk dəfə olaraq problemə psixoloji cəhətdən yanaşmış və onun metodoloji əsaslarını işləyib hazırlamağa cəhd göstərmişdir. Məhz pedaqoji psixologiyanın bir elm kimi dövrəyə daxil olması 1877-ci ildə Kapteyevin Pedaqoji psixologiya kitabının çap olunmasından sonra baş vermişdir. Daha sonra 1903-cü ildə Torundayıqda Pedaqoji psixologiya adlı kitabı çap olunmuşdur. Lakin 1877-ci ildə Kapteyevin yazdığı kitab ilk olduğuna görə biz həmin tarixi götürürük. Bununla yanaşı, ilk dəfə olaraq təhsil anlayışını da elmə məhz Kapteyev daxil etmişdir. Yoldaşlar, beləliklə birinci mərhələ üçün xarakterik olan cəhət pedaqoji psixologiyada Isaac Newton, Charles Darwinin təkamül ideyası, John Locke'un psixi həyat haqqında assosiativ ideyalarla şərtlənmiş bir mexanistik təsəvvürlərin üstünlük təşkil etdiyi dövr olmuşdur. Növbəti mərhələmiz ikinci mərhələdir. İkinci mərhələ 19-cu əsrin sonu, 20-ci əsrin ortalarına qədər olan dövrü əhatə edir. Bu mərhələdə pedaqoji psixologiya öncəki əsrlərdən fərqli olaraq pedaqoji fikirləri ümumiləşdirərək psixoloji, psixofizioloji eksperimentlərin nəticələrindən istifadə etmiş və müstəqil elm sahəsi kimi formalaşmışdı. Bu mərhələnin başlanğıcı üçün pedaqoji eksperimentlərin meydana çıxması səciyyəvidir. Yoldaşlar, bu mərhələdə Nietzsche, Binet, Henri, Meyman, Lay, Ebbinghaus, Piaget, Vallon və başqalarının ideyaları ilə zənginləşdiyi bir dövr olaraq dəyərləndirilir. Onlar nitqin inkişafı, yadda saxlamanın xüsusiyyətləri, daha sonra intellektin inkişafı, vərdişlərin yaranması xüsusiyyətləri haqqında bir sıra eksperimental işlər həyata keçirmişdir. Və bu tədqiqatlar nəticəsində pedaqoji psixologiya üçün çox əhəmiyyət kəsb edən Klaperada'nın tədqiqatlarıdır. O özünün inkişaf haqqında ideyalarını inkişaf etdirərək uşaq anadan olandan mövcud olan təmayüllərin inkişaf mexanizmlərini müəyyən etdi və onun fikrincə öz inkişafın əsas mexanizmi oyundur. Məhz oyunun əsasında uşaq özünü inkişafa istiqamətləndirir. Klaparet hesab edirdi ki, oyun uşağın psixi inkişafının universal mexanizmi olub, xüsusi və ümumi funksiyaların hərtərəfli inkişafının başlıca şərtidir. Həmçinin onun fikrincə inkişafda oyunla bərabər təqlid də xüsusi yer tutur. Təqlid uşağın ixtiyari davranışlarının formalaşmasının başlıca elementi olaraq özünü göstərir. Sonrakı dövrlərdə Stern'in də dəyərli fikirləri olmuşdur və Stern uşağın şəxsiyyətinin bütöv strukturunun formalaşmasının və uşağın mənəvi inkişafının psixoloji mexanizmlərini öyrənərək hesab edirdi ki, uşağın potensial imkanları hələ tam şəkildə ayırd edilməyib və Stern'in qənaətinə görə sosial mühit uşağın özünü dərk etməsinə, özünün daxili aləminin təşkilinə kömək edir.
Bununla yanaşı göstərirdi ki, uşaq sosial mühitdən elə strukturları mənimsəyir ki, onlar uşağın potensial meyllərinə müvafiq olsun və həmin meyllərin inkişafına şərait yaratsın. Pedaqoji psixologiyanın bir elm kimi təşəkkülündə Avstriya psixoloqu Büllerin də çox böyük əhəmiyyəti olmuşdur. Deməli, Büyler uşağın psixi inkişafının konsepsiyasını yaratmış və bu konsepsiya pedaqoji psixologiyanın tarixində böyük əhəmiyyətə malikdir. Büyler uşağın psixi inkişafında bioloji amillərin mühüm rol oynadığını demişdir və inkişafın əsas amillərini o bioloji amillərdə görürdü. Lakin həmin bioloji imkanların üzə çıxması üçün təlimin də vacib olduğunu vurğulayırdı. Təlimsiz təbii imkanlar inkişaf edə bilməz deyirdi və öz konsepsiyasında müəllif diqqəti daha çox yaradıcı təfəkkürə yönəltməyi üstünlük verirdi və onu inkişaf etdirməyi təbliğ edirdi. Belə qənaətə gəlmişdi ki, intellektual proseslər az və ya çox dərəcədə yaradıcılıq prosesinə aiddir. Psixi inkişafda yaradıcılığın rolunu yüksək qiymətləndirən Büyler bundan çıxış edərək nitqin evristik nəzəriyyəsini irəli sürdü. Müəllif təsdiq edirdi ki, nitq prosesi uşağa hazır formada verilmir. Uşaq həmin nitqi böyüklər tərəfindən təqlid edir və ünsiyyətdə formalaşır. Uşağın intellektual inkişafını Büllerin yaradıcı proses hesab etməsini biz vurğuladıq və özünün uşağın mənəvi inkişaf əsərində onun mahiyyətini açırdı. Təfəkkürün yaradıcılıqla əlaqəsini müəyyənləşdirməyə çalışan Büyler belə hesab edirdi ki, şəkil çəkmənin özü də intellektual inkişafa əhəmiyyətli təsir göstərir. Məhz buna görə də o uşaq rəsmlərinin təhlilinə başladı. Onun fikrincə, çəkilmiş hər bir şəkil şifahi nitq əsasında qurulmuş bir qrafik hekayədir. Başqa cür desək, uşaqların çəkdiyi şəkil onların hərəkətlərinin eynisi deyil, onun haqqında bir hekayədir. Uşaq rəsmlərinin təhlili Bülleri sxem anlayışının inkişafına və onun açmasına gətirib çıxardı. Sonrakı dövrlərdə isə Büllerin həyat yoldaşı da pedaqoji psixologiya tarixində mühüm rol oynamışdır və Büllerin vacib kəşflərindən biri də ondan ibarətdir ki, yəni yoldaşının burada böhran yaş dövrlərində psixi inkişafın geriləməsi problemini ortaya qoymuşdu və diaqnostik təhlillərin əsasında belə nəticəyə gəldi ki, psixi inkişaf haqqında intellektdən başqa inkişafın profilini də nəzərə almaq lazımdır. Bu fikir inkişafın dinamikasını və psixikanın müxtəlif tərəflərinin qarşılıqlı əlaqəsini açmağa bizə sonrakı dövrlərdə köməklik göstərirdi. Pedaqoji fikrin inkişaf tarixində Montessori'nin və onun tərəfdarlarının da çox böyük əhəmiyyəti var. Onlar belə bir təsəvvürdən çıxış edirlər ki, uşağın inkişafının özünün daxili impulsları var. Onları dərk etmək və uşaqların təlimində həmin bu daxili impulslar faktını nəzərə almaq lazımdır. Müxtəlif duyğuların və hərəkətlərin məşq etdirilməsinə, öyrənilməsinə yönəlmiş tapşırıqları hazırlayırlar və onlar həmin tapşırıqların həyata keçirilməsinin uşağın inkişafında böyük rolu olduğunu bildirirlər və bu tapşırıqlar təfəkkürün inkişafına gətirib çıxarır. Montessori'nin ideyaları müasir dövr üçün çox böyük əhəmiyyət kəsb edir. Xarici ölkələrdə bir sıra uşaq müəssisələri, uşaq bağçaları məhz bu proqram əsasında fəaliyyət göstərir. Dediyimiz kimi burada Montessori əsasən uşağın daxili impulslarına vacibliyini vurğulayır və duyğuların, hərəkətlərin məşq etdirilməsinə yönəlmiş tapşırıqlar hazırlamışdır. Pedaqoji psixologiya birtərəfli inkişaf edə bilməzdi həmin dövrdə. Burada uşaq psixologiyası, pedologiya və pedaqogika haqqında olan ümumi məlumatlardan geniş şəkildə istifadə edirdi. Daha sonrakı dövrdə Alfred Binet uşaq psixologiyasında testoloji və normativ istiqamətlərin formalaşdıran banilərdən biridir. Biz ümumi psixologiyadan da bilirik ki, Binet uşaqların qarşısına bir sıra anlayışları, məsələn, stul nə deməkdir, at nə deməkdir və s. müəyyən edilməsi vəzifəsini qoyaraq onlardan eksperimental şəkildə təfəkkürün inkişafını tədqiq etmişdir və müxtəlif yaş dövrlərində əldə olunmuş nəticələri ümumiləşdirmişdir. Burada 3-7 yaş aralığında və uşaqlarda anlayışların formalaşmasının 3 mərhələsini müəyyən edirdi. Birinci saymaq mərhələsi, ikinci təsvir etmə mərhələsi, üçüncü isə şərh etmə mərhələsidir. Və Binet intellektual inkişafın normativlərini də müəyyənləşdirdi.
psixi inkişafdan geri qalanlar və xüsusi təlimə ehtiyacı olanlar üçün Binet metod işləyib hazırlamışdı. Bir qədər sonra biz dedik 3-7 yaş idi. Bir qədər sonra isə 3 yaşından 18 yaşa qədər olan uşaqların inkişafının diaqnostikasını gerçəkləşdirən testləri də işləyib hazırlamışdı və hər bir yaş dövrü üçün intellektual inkişafın diaqnostikasını aparmaq üçün Binet müəyyən bir mürəkkəbliyə malik olan test tapşırıqları hazırladı və bu test tapşırıqlarına söz ehtiyatının yoxlanılması, saymaq bacarığı, hafizə imkanları, məkana bələdləşmə, məntiqi təfəkkür və s. daxil etmişdi və bu testlərdən də hal-hazırda korrektiv işlərində geniş istifadə olunur. Bir qədər sonra daha dəqiq diaqnostika üçün Alman psixoloqu Stern intellekt əmsalına IQ-nü daxil edilməsi məqbul sayılırdı və Binet hesab edirdi ki, intellekt səviyyəsi bütün həyat boyu dəyişməz qalır və bir sıra məsələlərin həllinə yönəlir. İntellekt əmsalını 70-dən 130-a qədər normal hesab edirdilər. Əqli cəhətdən geri qalanlar üçün 70-dən aşağı, istedadlı uşaqlar üçün isə 130-dan yuxarı olan balı qiymətləndirirdilər. Məhz Binet, Henri, Simona Fransada, Ketel isə Amerikada nəinki uşağın intellektual inkişafının imkanlarını nəzarət edilməsini, həm də təlim proqramlarının hazırlanması, tədris prosesinin bütövlüklə idarə olunmasına imkan verən həqiqi mexanizmlər üzərində işləyirdilər. Almaniyada Meymanın rəhbərliyi ilə təlim prosesində bir sıra məsələləri həll etmək üçün priborlar və metodikalarla təchid olunmuş artıq laboratoriya yaradıldı. Daha sonrakı dövrdə Almaniyadan sonra İngiltərədə də laboratoriyalar fəaliyyət göstərməyə başladı. Məşhur uşaq psixoloqu Çeli məktəblərin tipoloji xüsusiyyətlərini eksperimental şəkildə tədqiq etdi və nəticələr 1889-cu ildə Uşaq psixologiyasına aid Oçeklər kitabında öz həllini tapdı. Deməli, bizim 1889-cu ildə artıq məktəblərin tipoloji xüsusiyyətləri haqqında eksperimental tədqiqatlarımızın nəticəsi vardı. Dəyərli həmkarlar, gəlin bir qədər də Qərbdə olan mütəfəkkirlərimizin pedaqoji psixologiya tarixinə təsiri haqqında danışaq. Yoldaşlar, onu da qeyd edim ki, biz sizlə pedaqoji psixologiyanın inkişafında pedologiya elminin əhəmiyyətindən həmçinin danışırıq. Mən sonda sizə pedologiya nədir və pedaqogikadan nə ilə fərqlənir, o haqda qısa şəkildə məlumat verərəm. Qərbdə pedologiya ilə Xoll, Meyman, Stern, Klapet və başqaları məşğul olmuşdur. Xoll haqqında danışaq. Xoll pedologiyanın banisi hesab olunur. Məhz Xollun ideyaları sahəsində pedologiya elmi diskussiyalarda artıq yüksək qiymətləndirilirdi. 20-ci əsrin ortalarına kimi isə öz populyarlığını qazandı. Həqiqətən də real pedaqoji praktikada şagird və tərbiyəçilər kompleks problemlərlə qarşılaşırlar və bu problemlər içərisində uşaqların psixi inkişafı, onların psixoloji keyfiyyətləri, şagirdin sosial statusu, valideynlərin təhsil səviyyəsi mühüm yer tuturdu. Və bu problemlər uşağın psixikasının öyrənilməsində kompleks yanaşmanı, yəni pedologiyanın əsas məsələsini ortaya qoyurdu. Buna görə də ilk dövrlər uşaq psixologiyasına hərtərəfli yanaşmada psixoloqlar pedologiyanın nailiyyətlərinə və praktikasının tövsiyələrinə əsaslanırdılar. Meymandan bir qədər danışaq. Meymanın da xüsusi rol olmuşdur. Meyman uşaqlarda idrakin inkişafını və təlimin metodoloji əsaslarının işlənilməsinə xüsusi diqqət yetirirdi. Əqli inkişafın mərhələləşməsini o 16 yaşa qədər olan dövrə əsas götürürdü və əqli inkişafın 3 əsas mərhələsini qeyd edirdi. Birinci, fantastik sintez mərhələsi, ikinci, təhlil mərhələsi, üçüncü, mühakimə sintez mərhələsi idi. Meyman tərəfindən təşkil olunmuş laboratoriya və eksperimental məktəblərdə uşaqların ilkin diaqnostikası aparılır və müxtəlif təlim qrupları yaradılır. Siniflərin formalaşdırılması meyarları aprobasiyadan keçirilirdi. Burada onlar əsaslanırdı intellektin səviyyəsinə, şagirdin maraqlarına, müəllimlərlə şagirdin münasibət stilinə görə həmin qruplar yaradılırdı. Pedaqoji psixologiyanın təşəkkülündə və bir elm kimi müstəqillik qazanmasında Amerikan psixoloqu və sosioloqu
Boldinin də rolu danılmazdır. Boldinin yalnız idraç proseslərini deyil, həm də artıq emosional prosesləri də təhlil etməyə başlamışdı. Yəni biz Boldinə qədər daha çox idraç, intellekt, təlim, öyrənmə bu kimi şeylərlə rastlaşırıq. Lakin Boldin artıq emosional prosesləri, şəxsiyyət kimi inkişafın mexanizmlərini də öyrənir. Boldin oyuna sosial rol kimi yanaşırdı və oyuna sosializasiyanın əsas vasitələrindən biri kimi baxmışdı. Boldin qeyd edirdi ki, oyun insanın mürəkkəb sosial münasibətlər sisteminə hazırlayır və uşaq artıq oyun vasitəsilə mürəkkəb sosial münasibətləri mənimsəyir, ondan baş çıxarır və müstəqillik qazanır. Müəllif belə qənaətə gəlirdi ki, müasir cəmiyyət nəinki uşaqlarda emosiyaların inkişafına, hətta şəxsiyyət keyfiyyətinin inkişafına və formalaşmasına da hərtərəfli təsir göstərir. Boldin həmçinin istedad və dahilik anlayışlarına da aydınlıq gətirmişdi. Müəllifə görə istedadın öyrənilməsi yalnız normal və istedadlı uşaqlarda intellekt əmsalı ilə fərqlənmir. Cəmiyyət tərəfindən istedadın hansı səviyyədə qəbul olunmasını öyrənmək də vacibdir. Belə olan halda dahilik və cəmiyyət bir-biri ilə əlaqəlidir. Yəni dahinin söylədiyi fikirlər cəmiyyət tərəfindən qəbul edilməli və onun gerçəkliyi həmin dövr üçün aktual olmalı və cəmiyyətin dəyərlər sisteminə uyğun olmalıdır. Müəllif təklif edirdi ki, bütün uşaqlar üçün ictimai təlim, oyun təlimi zəruridir. Boldin Genetik Məntiq adlı əsərində uşaqların idrakının inkişaf konsepsiyasını əsaslandırdı və sosial əhatənin idraki funksiyalarının formalaşmasında rolunu göstərdi. Yəni biz Boldinin yaradıcılığında psixologiyadan sosiologiyanın qarşılıqlı əlaqəsinin bir-biri ilə nə qədər dəqiq şəkildə əlaqəli olduğunu görürük və ilk öncə biz bildirmişdik ki, oyun fəaliyyəti vacibdir, lakin biz orada psixikanın və belə deyək, daha çox intellektin inkişafı üçün önəmli vurğulamışdıq, amma Boldinə görə oyun ictimai əsaslıdır və bu zaman biz mürəkkəb münasibətləri artıq hazır şəkildə qavrayır və ona hazırlaşırıq. Sonrakı dövrlərdə yoldaşlar Rusiyada birinci inqilabdan sonra, səhv etmirəmsə bu 1905-1907-ci illərdə olmuşdu və həmin dövrdə pedaqogiyanın inkişafı üçün əlverişli şərait yaranır. Pedaqogiya uşağın öyrənməsində artıq kompleks bir elm kimi mühüm əhəmiyyətini qoruyub saxlayırdı. Qeyd etmək istərdik ki, pedaqogiya inkişaf edən insanı öyrənən müxtəlif elm sahələrini əhatə edən kompleks bir elm kimi meydana çıxdı və burada iki əsas amil, mühit və irsiyyət amilinin əsas olduğunu mexaniki şəkildə qəbul etmişdir. Dəyərli həmkarlar, qısa şəkildə Blonski haqqında da danışaq. Blonski hər şeydən öncə uşağı bioloji varlıq kimi qəbul edirdi və əsas diqqəti uşağın inkişafına, yəni bioloji amillərin təsir dərəcəsinə, irsiyyətə yönəltmişdi. O, biogenetik qanunu uşağın inkişafında əsas qanun olaraq hesab edirdi. Bununla belə müəllif elmə sosial irsiyyət anlayışını gətirdi və onun bioloji irsiyyətdən fərqləndirməyi mühüm vəzifə hesab edirdi. Sosial irsiyyət anlayışı nədir deyə soruşsaq, Blonskiyə görə həyat şəraiti, maddi təminat, sosial vəziyyət, tərbiyə sistemi bunlar dördü bir yerdə sosial irsiyyəti özündə ehtiva edir. O göstərirdi ki, pedaqoq uşağın yaş xüsusiyyətlərini və qanunyuyğunluqlarını mütləq şəkildə bilməlidir. Məhz onları bildikdə biz pedaqoqa deyə bilərik ki, o uşağın hər bir yaş dövrünə uyğun ona inkişaf etdirici təsir göstərə bilir. Blonski uşağın inkişafının diaqnostikası və standartlaşdırılmasında fərqləndirirdi. Diaqnostikanı həyata keçirmək üçün müxtəlif metodlardan müşahidə, eksperiment, testləşdirmədən istifadə etmək mümkündür və bunu istifadə etdikdən sonra, yəni diaqnostikanı keçirdikdən sonra bir vasitə olaraq istifadə etdikdən sonra uşağın inkişafının fərdi formulunu tapmaq, onun keçmişini, onun inkişafına irsiyyətin təsir dərəcəsini və mühit amillərini tədqiq etmək lazımdır. Belə formul nəinki inkişafın diaqnozunu müəyyənləşdirməyə kömək edər, həm də onun proqnozlaşdırılmasına şərait yaradır. Bu dövr üçün ən əhəmiyyətli və özünün geniş aspektli
Tədqiqatı ilə diqqəti cəlb edən Vygotsky haqqında danışaq. Pedaqoji psixologiyanın təşəkkülündə Rus psixoloqu, tarixi mədəni konsepsiyanın müəllifi Vygotskinin rolu mühümdür. Vygotsky uşaq şəxsiyyətinə tarixi mədəni varlıq kimi yanaşırdı və hesab edirdi ki, cəmiyyətdən, sosial mühitdən, təlimdən kənarda inkişaf qeyri-mümkündür. O təlimin inkişaf etdirici xarakterini əsaslandırmış və göstərmişdi ki, uşaq şəxsiyyətini öyrənmək üçün ilk növbədə təlimin özünün inkişaf şəraitini yaratmaq lazımdır. Vygotsky psixi hadisələri iki şəkildə təhlil edirdi: natural və mədəni səviyyədə. Natural əsasən genetik amillərlə şərtlənir, mədəni isə daha çox sosial amillərin təsiri ilə təşəkkül edir. Müəllif mədəni prosesləri ali psixi funksiyalar kimi xarakterizə edirdi. Ali psixi funksiyalar mürəkkəb psixi prosesdir və insanın həyat prosesində formalaşır. Özlərinin psixoloji xarakterinə görə isə vasitəli səciyyə daşıyırlar və burada Vygotsky nitqin vacibliyini vurğulayır və nitq vasitəsilə təşəkkül etdiyini deyir psixikanın. Vygotsky göstərirdi ki, uşağın mədəni inkişafında hər bir funksiya iki dəfə, iki planda, sosial və psixoloji planda inkişaf edir. Sosial planda əvvəlcə insanlar arasında interpsixi, psixoloji planda isə uşağın daxili aləminə keçir, yəni intrapsixi kateqoriya kimi nəzərdən keçirirdi. Ali psixi funksiyalar əvvəlcə insanlar arasında qarşılıqlı təsir əsasında mövcud olur, sonra isə tamamilə daxili prosesə çevrilirdi. Vygotsky'yə görə psixi inkişaf bütün insan nəslinin təcrübəsinə yiyələnməklə başa gəlir və təcrübənin mənimsənilməsinin başlıca yolu isə təlimdir. Yəni Vygotsky'yə görə digərlərindən fərqli olaraq öncə təlim, sonra inkişaf gəlirdi. Yəni təlim inkişafı qabağa aparmalıdır. İnkişafdan belə deyim, özünün təsirini dəfələrlə təlimin inkişafda təsirini dəfələrlə vurğulamışdır. Vygotsky'yə görə şagird şəxsiyyətinin öyrənilməsi onun inkişafının potensial inkişafının imkanlarının böyüklərlə əməkdaşlıqda öyrənmək deməkdir və tədqiqatçıların diqqəti uşağın potensial imkanlarının inkişafının yaxın zonasına yönəlməlidir. Vygotsky haqqında həddən artıq çox danışmaq olar, amma qısa şəkildə hər bir mütəfəkkir haqqında danışıb mərhələləri ümumi şəkildə sizə çatdırmağa çalışıram. Buna görə də növbəti mərhələ, 3-cü mərhələyə keçid edək. Dəyərli həmkarlar, pedaqoji psixologiyanın inkişafının 3-cü mərhələsi 20-ci əsrin 50-ci illərindən başladı. Burada 1954-cü ildə Skinnerin proqramlaşdırılmış təlim, 1960-cı ildə isə Landanın proqramlaşdırılmış təlimin alqoritmik nəzəriyyəsi yaradıldı. Bir qədər sonra isə digər mütəfəkkirlər, məsələn, John Dewey-ni göstərə bilərik ki, təlim probleminin həllindən keçməlidir müddəasından başladılar. Yəni artıq təfəkkür əsaslı müddəalara əsaslanırdılar və burada problemli təlim konsepsiyasını yaratdılar. 50-ci illərdə Galperin yeni nəzəriyyəsi yaranır və burada insan fikri fəaliyyəti təbiətdən hazır şəkildə almır, insan fikirləşməyi öyrənir, fikir əməliyyatları biz mənimsəyirik. Müəllimlərin vəzifəsi isə bu prosesi bacarıqla idarə etməkdir. Təkcə fikri fəaliyyətin nəticələrinə deyil, onun formalaşmasının gedişatına da nəzarət etmək vacibdir. Psixologiyanın əsas prinsiplərindən biri olan ümumi psixologiyadan da bildiyimiz şuur və fəaliyyətin vəhdəti prinsipi burada keçərlidir və Galperin, Talzina və başqaları biliklərin mənimsənilməsinin nəticəsində baş verən bir proses kimi burada əsas prinsipə baxırdılar. Hələ ki, bu qədər yoldaşlar mərhələlər haqqında. Dediyim kimi, indi sizə pedologiya haqqında qısa bir məlumat verirəm. Yoldaşlar, öncə sizin üçün 3-cü mərhələyə aid vacib bir nüansı qeyd edim. 3-cü mərhələdə problemli təlim və inkişaf etdirici təlim anlayışları vacibdir. Problemli təlim prosesi şagird qarşısında problem situasiyaların qoyulması və onların həlli vasitəsilə həyata keçirilir və bu yanaşma təfəkkürün fəallığını və təfəkkürün müstəqilliyini təmin edir. Nümayəndələri isə Oko, Mahmudov, Matyuşkindir. İnkişaf etdirici təlimin əsas məqsədi isə şagirdin psixi inkişafını sürətləndirməkdir. Burada təlim inkişafın arxasınca getmir, əksinə inkişafı qabaqlayır və onu irəli aparır.
Növbəti slaydımızda Azərbaycan psixoloqlarının xidmətləridir. Bunlardan da test imtahanında istifadə olunur. Ana dilinin mənimsənilməsində fundamental tədqiqatlar Həmzəyev, Əbdullah Babayev, psixi proseslərin inkişafında, yəni təlim prosesində idrakin inkişafı üzrə tədqiqatçılar Bayramov, Əlizadə, Məhərrəmov, Seyidov, şəxsiyyətin inkişaf perspektivləri, yəni təhsildə şəxsiyyət yönümlü yanaşmanın nümayəndələri Əliyev, Cabbarov, Mustafayev və digər şəxsiyyətləri göstərə bilərik. Qısa şəkildə pedaqogiyanı deyim. Pedaqogiya uşağın inkişafını hərtərəfli şəkildə öyrənən bir kompleks elm olmuşdur və o uşağın psixi, fiziki, əqli, sosial, mədəni inkişafını özündə ehtiva edirdi və bu bilikləri o psixologiya, pedaqogika, biologiya, tibb, sosiologiya və s. kimi elmlərin nailiyyətlərinə əsasən tədqiq edirdi. Pedaqogiya 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində meydana gəlmişdi. Dediyimiz kimi məqsədi uşağın inkişafını ayrı-ayrılıqda deyil, bütöv şəkildə, sistem şəkildə öyrənməkdir. Pedaqogiyanın əsas öyrəndiyi məsələlər uşağın yaş və fərdi xüsusiyyətləri, əqli inkişafın qanuna uyğunluqları, şəxsiyyətin formalaşması, irsiyyət və mühitin təsiri, təlim və tərbiyənin inkişafda rolu, uşağın sosial münasibətləri idi və pedaqoji psixologiyada özünün tarixi inkişafında pedaqogiya elmindən bəhrələnmişdir. Diqqətiniz üçün təşəkkür edirəm. Pedaqoji psixologiya haqqında, yəni inkişaf tarixi haqqında hələ ki bu qədər.